İnsanın mənəvi sağlamlığı və hətta cismani sağlamlığı onun şad halda olmasına bağlıdır, şadlığa bağlıdır. İnsanın əxlaqı, elmi, təfəkkürü, hər bir şey, mənəviyyatı sevinci ilə bağlıdır. Mən bir dənə misal deyim sizə. Həkimə biz gedəndə, ilk olaraq müayinəyə başlayanda nəyi yoxlayır? Təzyiqi yoxlayır. Bir də görürsən ki, hərarəti yoxlayırlar, bir şeydən şikayət olan adama. Həkim olmasaq da həkimə müraciət edirik. İlkin müayinə üçün, müayinə eləyən halda ilk şey ki, həkim yoxlayır, insanın təzyiqidir. İndi bir nəfər mənəvi baxımdan istəyir özünü müayinə elətdirə. Görsün mən mənəvi cəhətdən sağlamam ya yox. Və yaxud da nəbzə də baxır. Nəbzi də yoxlayırlar. Təbiblər, həkimlər belə eləyir. İndi bir adam istəyir mənəvi baxımdan özünü yoxlatdırsın ki, görün mən mənəvi cəhətdən sağlamam ya yox. Müayinə olmaq istəyənsə əvvəl nəyi yoxlamaq lazımdır? Ki, biləsən bunun mənəviyyatı sağlamdır ya yox. Din deyir, bax gör şad yaşayırsa, sağlamdır mənəviyyat. Bax gör sevinclə yaşayırsa dünyada, ruhunda bir şadlıq var, sevinc içində yaşayırsa, bu sağlam adamdır, mənəviyyatı sağlamdır. Yox, qəm, qüssə içində yaşayırsa, bil ki, bunun mənəviyyatı xəstədir. İlkin müayinədə şadlıq meyardır, insanın mənəvi durumunun meyarıdır. İnsanın mənəvi vəziyyətinin ən əsas meyarı onun sevinc içində yaşamasıdır. Sevinc və ya qəm halında olmasıdır. İstəyirsən biləsən bu necə adamdır, bunun mənəviyyatı safdır ya yox. Bax gör bu nə qədər şaddır həyatda, nə qədər sevinclə yaşayır bu həyat. Bu meyardır insanın mənəvi sağlamlığına. Və bax niyə şaddır və niyə qəmlidir. Bundan biləcəksən bu necə adamdır. Bax bu nəyə sevinir və nəyə qəmlənir. Bundan bilinir bunun qiyməti nə qədərdir. Əgər bu şad döyürsə, həmişə qəm, qüssə içində, qanı qaradırsa, bil ki, onun içində problem var. Mənəviyyatda adam stres içində yaşamaz. Bütün günü tutqundursa, qəm içindədirsə, qəzəblidirsə, şadlığı yoxdursa, deməli bu xəstədir. Bunun mənəviyyatının islaha ehtiyacı var. Sevinci nəyədir və qəmi nəyədir? Bu da ikinci məsələ. Bəzi adamlar var, səthi şeyə sevinir, səthi şeyə sevinən adam səthi şeyə də qəmlənəcək dərhal. Tez-tez qəm, sevinc onun içində əvəz olunacaq. Amma mömində qəm, sevinci əvəz eləməz. Həmişə şad halda olar. Özü də istəyirsən müayinə eləmək. Gör, içində şadlıq yoxdursa, istiğfar elə. İstiğfar elə ki, bu vəziyyət tez dəyişsin. Adam da qəmli olar, adam da kədərli olar. Kədər varsa istiğfar elə. Tez o halı özündən uzaqlaşdır. Özündən, yaxondan tutduğuna nə olub sənə qəmlisən? Nəyin qəmini çəkirsən sən? O qəmin çəkdiyin məsələni təfəkkürlə həll elə ki, boş şeyə görə bu qədər qəmlənmirsən. Xəstəsən ki, buna qəmlənirsən. Sağlam olsaydın, bu səni qəmlətməzdi. Sevinci əlindən almazdı. İnsan bunun üzərində dayansın. Qəmin üstündə qalmaq qəlbin günahı kimidir. Bir adam qəmlidirsə, həmişə bədbindirsə, qanı qaradırsa, hər şey qara rəngdə görürsə, narahatdırsa, bu getsin əlac tapsın özünə. Bu vəziyyətdən çıxış yolu axtarsın. Getsin istiğfar eləsin, qəlbin günahı kimidir. Qəlbdən bu mərəzi tezliklə uzaqlaşdırmaq lazımdır. Bunun üzərində dayanmalı məsələdir bu. Bunun üstündən keçməsin. Dəlillə, sübutla aradan aparsın bu qəmi. Hər an mömin özünü müayinə eləmək istəyirsə, Allah gözəl yol qoyub. Gör, şad haldasansa sağlamsan. Həmişə şad haldasansa sağlamsan. Müayinə elə özünü və o şadlığı özündə yarat. Şadlıq çox mühüm məsələdir. Bəziləri elə zənn eləyir, şad yaşayırlar. Amma bir də görsə, ani sevindi, ani sevinci aradan getdi. Bu həqiqi şadlıqdır. Şadlıq daimi olur. Şadlıqdırsa daimidir. Və o qədər güclü olur ki, insanın ruhunu göylərə qaldırır. Şadlıq buna deyir. Allah övliyaları var, hər an sevinc və şadlıq içində yaşayıblar. Axirət və dünya işlərində. İbadəti, bəndəliyi, sevinclə, şadlıqla, könül xoşluğu ilə, ləzzətlə yerinə yetiriblər. Həvəslə yaşayıblar. Bəzilərin dindarlığı bilsinə yoxşadır. Mən belə misal çəkim. Elə bil ki, bir ölünü kəndirlə bağlayıb darta-darta aparasan, güclə gedə, ora-bura dəyə-dəyə, belə dindarlıq eləyir. Bəzisinin dindarlığı isə özünün öz ayaq üstündə yürüməyinə, getməyinə bənzəyir. Buyurur ki, şad gedin bu yolu. Hidayətinizə sevinin, şad olun. Şadlıq varsa deməli dininiz var sizin. Və çalışın ki, o şadlığı öz sizdə yaradasınız. Ruhun pərvazı, ruhun göyə qalxması insanın şadlığına bağlıdır. İstəyirsən biləsən imanın, mənəviyyatın, məhəbbətin doğrudur ya yox, düz istiqamətə yönəlib ya yox. Bax gör sevinç halındasan yoxsa yox.
sevinç halında dörsənsə, deməli imanının zəifliyinin göstəricisidir. Əgər başa düşsün ki, dinin əsas insana bəxş elədiyi şad həyatdır, xoş həyat, onda dini tanıyacaqsan. Dinin birinci əlaməti, dindarlığın birinci əlaməti, ruhun salamatlığının birinci əlaməti şadlıqdır, sevincdir. İnsan doğrudan axirətə inanıb ya yox, istəyirsən biləsən, bax gör şad haldadır yoxsa yox. İnanmayıbsa bədbin haldadır. Küfrün birinci əlaməti budur ki, kafir deyir, qaşqabaqlı olar. İndi düzdür, üzlərini düzəldib gülürlər, amma o gülüş də yorub onları. Dodağın yalandan qaçmasıdır. Bütün vücudu əhatə edən şadlıqdır, dinin istədiyi şadlıq. İnsan qəm gördüsə dərhal çalışsın ki, onu uzaqlaşdırsın. Bir dəqiqə də dinin istədiyi şadlığı özündə yaratsın, bil ən nurani dəqiqədir. O vaxt mələklər təvaf edir sənin ruhun ətrafına ki, bax bu əsl lazım olan hala gəldi çatdı. Bütün dünya başva dövran edir ki, bax bu doğrudan da həqiqi dini vəziyyəti öz daxilində yaratdı, mənəvi vəziyyəti öz daxilində yaratdı. Mömin həmişə şad haldadır. Soruşsalar, ay vala niyə sevinirsən? Ona cavab verər ki, birincisi başa sala bilmərəm, siz bilməzsiniz ki, mən nəyə şadam, nəyə sevinirəm. İkincisi, başa salmaq istəsəm, mən bunu belə deyim sizə ki, Allah məni bir gün nəzər elədi, məni var elədi. Yəni, mən Allahın nəzərindən keçdim. Allah iradə elədi ki, mən var olam. Bundan böyük xoşbəxtlik. Allah məni iradə eləyib, şəxsən məni. Mən Allahın iradəsindən keçmişəm, mənə vücud bəxş eləyib. Allah bir dəfə məni yaratdısa, deməli daha heç vaxt aradan getməyəcəm. Qəmim, qüssəm nədir ki mənim? Allah məni yaradıb, nəfəs alıram, əbədiyyət veribsə, mən həmişə var olacamsa, da bundan böyük sevinç. Mənim elə ən böyük sevincim buna görədir ki, mən mövcudam, varam. Həl ətə aləl insan hinun minəd-dəhr ləm yəkun şeyən məzkura. Quran buyurur, Allah Həl Ətə surəsində buyurur, insan xatırlayırmı o zamanı? Yəni insan üçün bilirsinizmi ki, elə zaman var idi ki, sən heç xatırladacaq bir şey deyildin. Yəni sən olmadığın bir zaman var idi. Yadva sal onu. Heç təsəvvür edirsən sən olmadığın bir zaman? Yadındadır, qəribə sual verir. Yadındadır ki, yox idin. Heç bir varlığın yox idi. İndi sənə vücud bəxş eləmişəm. Bu kifayət eləmirsən şad olasan. Bu kifayət eləmirsən sevinəsən. Yaratdım, sənə Peyğəmbəri verdim. Sənə Əlini verdim, Fatiməni verdim. 12 imamı sənə görə yaratdım. Elə bil ki, bir Allah var, bir mən. Bütün bu neymətləri də mənim üçün yaradıb. Səni hidayət eləmişəm. Sən elə bir yolla gedirsən ki, o yolun sonu əbədi cənnətdir. Nəyə qəmlisən ki sən? Nəyə narahatsan ki sən? Elə bir yerə gedəcəksən ki, la xavfun aleyhim və lahum yəhzanun. Onlar üçün nə qorxu var, nə kədər var. Sən girib əbədi neymətlər içində yaşayacaqsan. Hər gün bu yolu gedirsənsə, bundan gözəl nə var? Buna görə yaşamağa dəyər. Həyat bununla mənalı olur. Buna görə insan gərək sevinə-sevinə bu həyatda yaşasın. Dünyapərəst adama bir dənə vədə versən ki, filan gün bir qonaqlıq olacaq. Ya uşaqları görmüsən, ad gününü necə gözləyir. Ad günü gəlir bir neçə saatdan sonra, qutardı, qəm gəlir yerinə. Amma Allah elə bir ziyafət vədəsi verib ki, o heç vaxt bitib tükənməyəcək ki, sonra yerinə qəm gəlsin. Elə bir ziyafət vədəsi verib, elə neymətlər vədəsi verib ki, bir nəfər deyir, getdim bir arifə dedim, məni nəsihət elə, deyir, bir cümlə söz dedi, ürəyimə elə yapışdı ki, hər dəfə o söz yadıma düşəndə ürəyimdə şadlıq yaranır. O nə idi deyib, özü yaşlı adam idi deyib, gözünü də qaldıranmirdi. Zəif səslə mənə dedi ki, Allah buyurur ki, cənnətdə möminlər üçün elə neymətlər yaratmışam. Nə göz görüb, nə qulaq eşidib, nə birinin yaddaşından keçib. O sözü dedi, bütün vücudumu sevinç bürüdü. İndi də hər zaman o mənzərə mənim yadıma düşəndə sevinç içində oluram. Şadlıq mənim vücudumu bürüyür ki, bu neymətlərə doğru gedən adamın nə qəm ola bilər? Bu neymətlərə doğru gedən adamın hər şeyini əlindən alson nədən qəmlənəcək, nədən kədərlənəcək? Və nəşatən fi huda, əleyhissalam buyurur ki, müminin əlaməti budur ki, Allahın hidayətinə görə şaddır, Allahın hidayətinə görə sevinir. Hər şeyini əlindən alson da qəmlənmir. Bəzi hədislərdə var, müminin qəmi olar. Bəs bu necə olur? Bəs bu qəmlə şadlıq necə uzlaşır? Bir dənə sizə söz deyim, bir şadlıq ki, qəm gəldi onu aradan apardı. O şadlıq həqiqi şadlıqdır. Müminin qəmi olar sözünün mənası budur ki, qəm onun şadlığının bir təzahürüdür. Bəzən şadam, gülürəm, bəzən şadlığımdan ağlayıram. Görmüsünüz, mənəvi qəmlər şadlıq verir insana. İmam Hüseynə ağlayırıq, deyir, Rozaxan yaxşı oxusun, məni yaxşı ağlatsın. İnsan əgər acı bir şeydirsə, ağlamağı bu qədər sevər.
Qəmi acı eləyən mənəmçilikdir. Haçan mənəmçilik qarışdısa qəmə onda acı olur. Əslində qəm adlı bir şey yoxdur insan üçün. İnsan üçün sevinc var. Sadəcə bəzən o sevinc qəm şəklində təzahür eləyir. Ona görə ona qəm deyirlər. Əslində möminin sabit halı sevinc halıdır. Sevinç bəzən göz yaşı şəklində təzahür eləyir. Başqasının qəmini çəkən, ya gecə qaranlığında durub Allah üçün ağlayan adam bunu bilər ki, bu göz yaşı özü eyni şadlıqdır, şadlığın özüdür. Bu göz yaşı qəmli göz yaşıdır. Bu göz yaşı acı göz yaşıdır. Bu göz yaşı özü insanın şadlığını daha da artırır. Bu qəm sevinci daha da artırır. Əli əleyhissalam buyurur ki, möminin sevinci onun hidayətindədir. Sevinc möminin stabil, daimi halıdır. Bir an onu tərk eləyirsə, deməli o həqiqi sevincdir. Əgər sevinc gəlir nə ilənsə dağıldısa, o deməli həqiqi sevincdir. Və insanın ruhunun sağlamlığının ən birinci əlaməti budur ki, bax gör, həmişə şad əhval ruhiyyədədirsə, deməli doğru yoldadır. Yox, qəmli, tutqundursa, acı qəm varsa onun ürəyində, bil ki, acı qəm zəlalətin ən əsas əlamətlərindən biridir.